Son illərdə sosial şəbəkələrin sürətlə yayılması uşaqlar arasında ciddi asılılıq problemini gündəmə gətirib. Araşdırmalara görə uşaqların sosial şəbəkələrdən asılılığının artmasına bir neçə amil təsir göstərir. Psixoloqlar bildirirlər ki, uşaqlar sosial mediada qəbul olunmaq, bəyənilmək və diqqət qazanmaq istəyi ilə daha çox paylaşım edirlər və bu hal zamanla asılılığa çevrilir. Uzun müddətli istifadə nəticəsində isə yuxu rejimi pozulur, dərsə maraq azalır və real sosial bacarıqlar zəifləyir. Psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə uşaqlarda internet və telefon asılılığı əsasən zamanın düzgün bölünməməsi ilə bağlıdır. Əgər biz yeniyetmələrdə sosial şəbəkə asılılığını müşahidə etsək, görərik ki, onların daha çox boş vaxtlarının çox olması, sosiallaşmalarının az olması, ailə üzvlərinin evdə az olması, onlarla ünsiyyətdə az olmaları və s. bu asılılığı artırır. Ümumiyyətlə, sosial şəbəkə asılılığı, internet asılılığı, telefon asılılığı hamısı uşaqların zamanlarını düzgün bölə bilməməsi ilə əlaqəlidir və daha çox da elə 7 yaşından sonra aktivləşir. Çox vaxt iradələri formalaşmamış yeniyetmə, iradəsi formalaşmamış bir uşaq əlbəttə ki, marağı orada görür və daha çox darıxdığı üçün, valideynləri ilə ünsiyyətə girə bilməmədiyi üçün, yəni dostlarının az olması səbəbilə daha az vaxtının yəni dərsə sərf etdiyinə görə bu sosial şəbəkə asılılığını artırır. Bunda əlbəttə ki, valideynlərin rolu böyükdür. Valideynlər buna çox diqqətlə fikir verməlidirlər. Nəticə olaraq sosial şəbəkələr düzgün idarə olunmadıqda uşaqlar üçün təhlükəyə çevrilə bilər. Buna görə də ailə və məktəb birgə şəkildə məsuliyyət daşımalı və gələcək nəsillərin sağlam inkişafı naminə balanslı internet istifadəsinə xüsusi diqqət yetirilməlidir.